Bu dünya çempionatına tam fərqli hazırlaşır və reportajın əvvəlində də qeyd etdiyim kimi onlar Dovdu. İkinci hakim o da oyuna çıxacaq. Beləliklə maçın startı səslənir. İlk hücum imkanı da məhz İndoneziya millisindədir. Muşar topu Janos fəaldır bu mənada. Qüvvətli zərbə və son anda Marcel. Bu dəfə sola ötürmə və ötürmədə səhv. Costa Rica millisinin əks hücumu isə alınmadı. Furgoni də meydana çıxıb. İndoneziya millisində və indi Furgoni topladı. Amma irəliləyə bilmədi. Yaxın oynamaqlarını istəyir komanda yoldaşlarının Lenziviyə. Çox maraqlı ki, İndoneziyalılar hələlik uzun ötürmələrdən çox da istifadə etmirlər. Junior Hagi və top qapıdadır. Top qapıdadır. Hesab açılır. Siyarif Sudarvin İndoneziya komandasını hesabları keçirir. Zulfikar. Kevin Valoni yenə qayıtdı meydana. Məsonun zərbəsi. Lenziviyadan irəli. Və yenə yaxındı və Alonso. Kaysar döndü. Muşar. Biz isə təkara baxırıq. Zulfikar zərbə indirmişdi. Ötürmə. Və qayda pozulub, bəli. Amma maçın final fitidə səslənir və İndoneziya millisi qrupda ilk maçında Costa Rica yığması üzərində.